Salam xanım qızlar. Gözəl qız, biraz su verməzsən içə? Niyə belə utanırsan axı, ha? Bir söz demədim ki. Sizdə məyər qonağa su verməz də? Bəs nəylə içəcəksiniz? Əlimlə. Tök bura görün. Əllərinizi yuyun. Balacalara nümunə göstərmək üçün yuvaq da. Bura niyə gəlmisiniz? Axtarırıq. Nə axtarırsınız? Anama gəlin axtarırıq. Xanım qız, o sudan ver heç olmasa maşına tökək. Görmürsən necə yanır? Bulaq yaxındadır. Səidə, nə durmursan, gəlsənə. Alın. Nə olar, buradan götürərik, de? Ha, Məzər, Ha? nə olub yenə? Su qutarıb da su tökürəm. Ha. Səidə, nə durmursan az? Sənə gəl demirəm. Ay Lati, sür gedək. Ay, verir, sərdən çağırıram, eşitmirsən. Sağ ol, ay qız. Xudahafiz. Xudafiz. Əşi, belə də biabırçılıq olar. Nə olub, nə biabırçılıqdır, ay kişi? Mən indi qonağı hara gətirim? Nə qonaq? Mühəndisdir, şəhərdən gəlib. Tez ev eşiyi yığışdır. Bircə qonağımız çatmırdı. Ay arvad, bu yerlərdə təzə mədən tapıblar. Dəmir çıxadacaqlar. Dəmir? Hə. Dəmir yeyəcəyik. Ondan sonra biraz taxıl tap edilər də. Ay hay, mən səni necə başa salım? Yox, buralara qonaq zad gətirmək olmaz. Ev deyil ki, bura zibilxanadır. Neyliyim, bu boyda külfət tökülüb mənim boynuma. Pişir, düşür, yıl, yuv, ütülə. 6 uşaq, səndəki onlardan bətər. Nə istəyirsən məndən, Səidə! Hanı Səidə? Mən nə bilim hanı? Ay Səidə! Ay Səidə! Al, sənə şad xəbər gətirmişəm. Çox sağ ol, Şərif Dayan bəy. görüm. Dayan. Aha. Al, bu da sizin jurnal. Çox sağ ol. Az dədə məndən salam yaz, ha. Yazaram mütləq. Bu nədir, xincal pişirsən, nədir? Sağ ol. Sağ ol. Mənim istəyili balam, burada döyüş meydanında hər vaxt sənin səsin qulağıma gəlir. Deyirdin həyətimizdə əkdiyimiz ərik ağacını elə bəsləyəcəksən ki, mən cəbhədən qaydana kimi çoxlu bəhər verəcək. Yaxşı baxsan, üzümüzə gələn yazda ərik ağacımızın nübarı olacaq. Rəhim babaya